Balakəndə minik avtomobili yol kənarında quraşdırılan radar dirəyinə çırpılıb. Ər-arvad xəsarət alıb. Hadisə Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun Balakənin Kateh kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə Balakən rayon sakini Etibar Səmədoğlu Məmmədovun idarə etdiyi Mercedes markalı 99 GF 869 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb. Qəzadan sonra sürücü Etibar Məmmədov və avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Leyla Vaqif qızı Məmmədova xəsarət alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan Leyla Məmmədova Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq hadisə yerinə cəlb edilmiş Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Balakən rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Yaralılar Balakən rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.